Bundan sonra internet istifadəçiləri Skype və ya digər proqramlar vasitəsilə danışarkən daha ehtiyatlı olmalıdır. Belə ki, bu proqramların yaradıcı şirkətləri danışıqlara qulaq asa bilər. Birləşmiş Ştatlardan Avstraliyadakı müxtəlif ölkələrdə internetlə ünsiyyət üçün proqramları hazırlayan şirkətlər istifadəçilərin səsini gizli dinləyə bilər. Səbəb, bir çox ölkələrin qanunvericiliklərin müvafiq qanun layihələrinin buna şərait yaratmasıdır. Populyar video chat Skype da bunlardan biridir. Mütəxəssislər Skype-ın hüquq mühafizə orqanlarının işinə əngəl törətdiyi fikrindədir. Skype-ın məxfi informasiyanı saxlamaq üçün istifadə etdiyi mexanizm hüquq mühafizə orqanlarına istifadəçilərin səsini yazmağa imkan vermirdi. 2007-ci ildə Almaniya polisi Skype-la danışan şübhəli şəxslərin danışıqlarını izləyə bilmədiyindən, hətta xüsusi şirkətə Skype-ın həmin proqramları yoluxdurmaq üçün kompüter virusları yaymağı sifariş etmişdi. İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmailoğlu kiber cinayətkarlıq üzrə beynəlxalq konvensiyanın Skype kimi sistemlərin lazım məlumatlara paylaşmalı olduğunu deyir. Skype öz daxilində olan yazışmaları, səs yazılarını, video görüntüləri heç kim ilə paylaşmır, heç bir yerə hesabat vermir. Yəqin ki, Skype-da baş verən bəzi qanun pozuntuları dövlətləri məcbur elədi ki, Skype-dan tələb etsin ki, o informasiyaları həmən dövlətlərə təqdim etsin və bunu paylaşsın həmən o hüquq mühafizə orqanları ilə. Bir sıra kütləvi informasiya vasitələr Skype-ın bu yaz öz sisteminə daxil etdiyi dəyişikliklərə görə danışıqların qulaq asmasının mümkün olduğu barədə məlumat yayıb. Lakin şirkət sistemin müasirləşdirilməsinin istifadəçilərin səsini qulaq asmasına heç bir aidiyyəti olmadığını deyir. Qeyd edək ki, keçən ilin may ayında Microsoft Skype-ı 8,5 milyard dolara almışdı. Microsoftun tətbiq etdiyi texnologiyalar istifadəçilərin ünsiyyəti zamanı ötürülən məlumatı gizli sürətini çıxarır. Hazırda Skype-ın məxfiliyin qorunması barədə sənədində şirkət rəsmi orqanların məlumat üçün müraciət edəndə həmin məlumatın ötürülməməsi barədə seçimi özünə saxlayır. Həmin sənəddə deyilir ki, Skype və onun tərəfdaşları istifadəçinin şəxsi məlumatlarını, onun danışıqların məzmununu səlahiyyətli məhkəmə, hüquq mühafizə və hökumət orqanlara verməyə haqqı var. Bu ancaq həmin orqanlar tərəfindən hüquqi əsaslandırılmış sorğunu alandan sonra mümkündür. Qeyd edək ki, Skype Azərbaycanda da populyar ünsiyyət sistemlərindən biridir. Hazırda Skype-la dünyada 663 milyon istifadəçi ünsiyyət qurur. İsmail Bətəliyev, INS.